Salam, mən Aysel Xansultanova, SOCAR-ın Geofizika və Geologiya İdarəsində geoloq vəzifəsində çalışıram. Peşəkar fəaliyyətim boyunca həmişə mənim əsas məqsədim öz bilik və bacarıqlarımı daim inkişaf etdirərək, daha müasir, daha analitik yanaşmaları peşəkar təcrübəmlə birləşdirərək müasir, daha nəticə yönümlü, daha səmərəli iş mühiti formalaşdırmaqdan ibarət olur. Yəni peşəkar fəaliyyət mənim üçün yalnızca yeni biliklərin qazanılması deyil, həmçinin bu bilikləri şirkətin strateji hədəflərinə uyğun tətbiq edərək daha real iş mühiti yaratmaqdır. Bu səbəbdən mən Education and Training Service MMC-nin təlim, mentorluq və coachluq proqramına müraciət etdim və bu proqram 7 ay boyunca davam elədi. Bu proqram mənim üçün çox önəmli oldu. Həm peşəkar inkişaf baxımından, həm də şəxsi inkişaf baxımından mənim üçün çox önəmli oldu. Və mən burada neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı, yataqların qiymətləndirilməsi və modelləşdirilməsi, hesablama parametrlərinin əsaslandırılması, ehtiyatın hesablanması, risklərin qiymətləndirilməsi, mədən geofiziki işlər kimi sahələrdə həm praktiki, həm də nəzəri bilikləri əldə elədim. Bütün bunlardan əlavə mən həm də yumşaq bacarıqlarımı bu proqramda inkişaf etdirdim. Yəni komandada işləmək bacarığı, özünü ifadə forması, dəyişikliklərin idarə olunması kimi yumşaq bacarıqlarımı da mən burada inkişaf etdirə bildim. Mən bu bilik və bacarıqlarımı qazandığıma görə Education and Training Service MMC-yə öz dərin minnətdarlığımı bildirirəm və bu sahədə təhsil alan və fəaliyyət göstərən bütün mütəxəssislərə bu proqramı tövsiyə edirəm. Çünki siz burada həm peşəkar fəaliyyətinizi inkişaf etdirəcəksiniz, həm də real layihələrdə uğurlu tətbiqlər edəcəksiniz.